Hamınıza salam. Bugün sizinlə birlikdə 5-ci sinif riyaziyyatdan müqayisəli sıralama qaydasını keçəcəyik. Araşdırma müzakirə. Dünyada təqribən 7 milyard 900 milyon insan, 3 trilyon 500 milyard balıq, 3 trilyon ağac və 430 milyard quş var. Dünyada balıqların sayı çoxdur yoxsa quşların? Bu da biz fikir verir ki 3 trilyon 3000 milyard deməkdir. Bunun üçün burada 3500 milyard balıq var və 430 milyard quş var. Demək bu daha böyükdür. Həm də biz yazanda görərik ki 3 trilyon 500 milyard rəqəmləri 430 milyarddan daha çoxdur. Beləliklə cavab balıqların olur. Verilən canlıların sayını azdan çoxa necə sıralamaq olar? Biz olan ən asan yolu ədədlərin, yəni rəqəmlər isə ədədlərin sayını olduğunu tapmalıyıq. Əgər ədədlərin sayı eynidirsə, ən böyük ədədə baxacağıq, ən solda yerləşən ədədə. Onlar da eynidirsə, getdikcə sağa gedəcəyik. Və hansı böyük olsa, o daha böyük olmuş olacaq. Məsəl üçün, burada bizə ən az insan verilib, 7 milyard 900 milyon. Sonra isə quş verilir, 430 milyard. Sonra isə ağac verilib, 3 trilyon. Sonra isə ən böyük 3 trilyon 500 milyard balıq verilib. Öyrənmə natural ədədlərin müqayisəsi. İki natural ədədlərin rəqəmləri sayı çox olan ədəd böyükdür. Bəli, düz deyir. Fikir verirsə, burada da mən verdiyim qaydaya deyir. Burada məsəl üçün 2, 3, 8 dənə ədəd var. Burada isə 10 dənə ədəd var. Deməli, ondan daha böyükdür. Rəqəmlər sayı bərabər olduqda yüksək mərtəbədən başlamaqla soldan sağa doğru uyğun mərtəbədəki ədədlər müqayisəyə alınır. Rəqəmlərin fərqli olduğu ilk metodda rəqəmi böyük olan ədəd böyükdür. Məsələn, 54 milyon 678 min 345 və 54 milyon 795 min 876 ədədinə belə müqayisə etmək olar. Ən yüksək mərtəbədəki rəqəmlər müqayisə olunur. 5, 5 yenə eynidir. Növbəti mərtəbədəki ədədlər müqayisə olunur. 4, 4 yenə eynidir. Növbəti mərtəbədəki rəqəmlər müqayisə olunur. 6, 7 fərqlidir. Deməli, orada hansı daha böyükdürsə, o ədəd daha böyük sayılır. Burada onu göstərir. Yəni, natural ədədlər ədəd oxundan solda sağa doğru asan sıra düzülür. Ədəd oxunanda 2 ədəddən soldan yerləşən ədəd kiçik, sağda yerləşən ədəd isə böyükdür. Fikirləş, 2 natural ədədin rəqəmlərin sayı çox olan ədədin o birindən böyük olduğunu necə izah etmək olar? Bu olar ki, yəni 100 min 10 mindən böyükdür məsəl üçün. Çünki onun məsələn çıxanda 90 min qalır, müsbət ədəd qalır. Beləliklə biz bunun ona görə olduğunu tapa bilərik. Çalışma 1. Müqayisə edin. Bu nümunədə bizə göstərildiyi kimi, yuxarıdakı qaydada göstərildiyi kimi edəcəyik. Yəni, məsəl üçün A. Burada 1 milyard var. Burada isə 999 milyon var. Heç burada biz soldan sağa doğru getməyimizə ehtiyac yoxdur. Çünki ədədlər olsa buna daha çoxdur. Bunun üçün cavab 1 milyard olacaq. B-də isə burada mı görürük ki, rəqəmlərin sayı eynidir. Burada soldan sağa doğru müqayisə etməyə başlayırıq. Məsələn, 2, 2 bərabərdir. 3, 3 bərabərdir. 4, 4 bərabərdir. 5, 5 bərabərdir. 6, 6 bərabərdir. 7, 7 bərabərdir. 8, 8 bərabərdir. 4, 9. Aha, fərq tapdıq. Deməli, bu da 9, 4-dən daha böyük olduğu üçün bu daha böyük olacaq. C. C-də isə yenə görürük ki, ədədlər eynidir. Yəni, eyni sayda ədəd var. Bunun üçün 4-dən 4-ü, 1-dən 1-i, 2-dən 2-yi, 6-dan 6-yı, 2-dən 2-yi, 1-dən 1-i müqayisə edilir və axırda 6-dan 5-i müqayisə edəndə görürük ki, sağdakı ədədimiz daha böyükdür. D. Burada yenə biz fikir veririk ki, yenə ədədlərin sayı eynidir. Bu işini soldan sağa doğru eləməyə başlayırıq müqayisəmizə. 3 eynidir, 4 4 eynidir, 5 5 eynidir, 0 1 aha fərqlidir. Deməli, sağdakı ədədimiz daha böyükdür. Y. Burada biz yenə fikir veririk ki, ədədlərin sayı eynidir. Bunun üçün soldan sağa müqayisə etməyə başlayırıq. Deməli, 9. 9 7-dən böyükdür. Deməli, sayıldakı ədədimiz daha böyükdür. F. Bu da görürük ki, ədədlərimizin sayı eynidir. Yenə soldan sağa doğru müqayisə etməyə başlayırıq. 5 5, 2 2, 7 7, 3 3, 3 3, 2 2, 6 6, 9 9, 3 8. Deməli, sağdakı ədədimiz daha böyükdür. 2. Ədədlərin müqayisəsini ədəd oxuyla təsvir edin. Bu da bizə ədəd oxu ilə təsvir etməyə istəyir. Bunun üçün ədəd oxu çəkməliyik. Dəftərdə daha rahat çəkəcəksiniz. Burada məsəl üçün
Bir ortaya 0 qoyaq. Heh. Burada bizə 1 milyard və 1 milyard 6 göstərilib. 1 milyard burada yerləşirsə, 1 milyard artı onun düz dibində yerləşəcək. Bir damcı qabağında. Bu da 1 milyard yani 1 milyard. Bu da ise 1 6. Sonra B variantında. B variantında ise burada görür ki ədədlərin sayı yine çox yaxındır, ədədlər eynidir. Bu da görür ki bu bundan böyükdür. Deməli bu binanın sağ yerləşəcək. Sıfır qoyuruq. Bu bundan sağ yerləşəcək. Bu buradadsa bu burada yerləşəcək. Çox yaxın yerləşəcəklər amma yenə də. Sonra isə ədədlər sayı yenə görür ki eynidir. Burada yenə də elə belə çox yaxın yerləşəcəklər. D-də isə deməli 3 trilyon 500 milyard və 3 milyard 500 milyon. Amma burada fərqlər çox olacaq. Məsəl üçün bu burada yerləşirsə, bu çox uzaqda yerləşəcək. Çünki aralarında çox fərq var. Hə, 3. Uyğun ədədləri rəqəmlərlə yazın və müqayisə edin. Burada biz rahatlıqla daha rahat müqayisə edə biləcəyik hətta. Çünki burada 33 milyonu, bu da 4 milyonu. Bu bundan daha böyükdür. Bu rəqəmlərlə yazanda məsəl üçün bunu 33 yazan 33 yazacağıq, 185 yazacağıq, 188 yazacağıq. Buraya isə 4 milyon yazacağıq, 875 min 009 yazacağıq. Və qoyacaq ki, bu bundan daha böyükdür. Hamısını belə rəqəmlərlə yazarsınız və müqayisə edəcəksiniz. Məsəl üçün bundan 345-dən 100 dəfə böyük ədəd. 345-dən 100 dəfə böyük ədəd 345 mindir. 41-dən 1000 dəfə böyük ədəd. O da 410 mindir. 410 min daha böyükdür. C. 400-dən 10 dəfə kiçik ədəd. Yəni 4000-dən 10 dəfə kiçik ədəd. Elə o 400-dür. Sonra isə 40-dan 10 dəfə böyük ədəd. 40-dan 10 dəfə böyüksə 400-dür. Bunlar eynidir. D. Ən böyük 9 rəqəmli ədəd, ən kiçik 10 rəqəmli ədəd. Bu da ən kiçik 10 rəqəmli ədəd böyükdür. Ən böyük 9 rəqəmli ədəd 9 tane 9, ən böyük 10 rəqəmli ədəd isə 1 dənə 1 ən başda. Onun da 9 tane 9-dur. Yerdə isə bizə 4357 verilib. Və deyib ki 4296 verilib. Bu da 4357 daha böyük. Yəni soldakı daha böyükdür. F. 9 vuru, yəni bu isə biz görürük ki bu 10 mindir. Burası 9999'dur. 10 min əlbəttə ki daha böyükdür. 4. Verilmiş ədədlər arasında ABC'də nöqtəyə uyğun olan müəyyən edin. Burada görürük ki ən kiçik A'dır. Yəni A budur. Burada isə B ona 1 böyükdür. D isə ən böyükdür. Ona D budur. C isə budur.